Trump İsrailin Yordan çayının qərb sahiline ilhaq etməsinə etiraz edir. Axios və The Guardian'ın əldə etdiyi məlumata görə Trump administrasiyası birmənalı şəkildə bu məsələyə veto qoyub. Administrasiyada hesab edirlər ki, Netanyahunun Trump'a təklif elədiyi plan bölgədə gərginliyi yenidən alovlandıra bilər. Ağ Ev sahibi isə sülhə yeni nail olub və yaxın şərqdə yeni bir münaqişə ocağının alovlanmasına maraqlı deyil. Bəs nə baş verəcək? İzləyək. İsrailin baş naziri Benjamin Netanyahunun Amerika Birləşmiş Ştatlarına planlaşdırılan səfərinin niyə bir neçə gün irəli çəkməsinin səbəbi aydın olub. Onun Donald Trump'la 8-ci dəfə Sülh Şurasının toplantısından əvvəl görüşməsində əsas məqsədlərdən biri İranla bağlıdırsa, digəri Qəzzaya aiddir. Axios və The Guardian'ın əldə etdiyi məlumata görə Netanyahunun Yordan çayının qərb sahilləri ilə bağlı planına Trump administrasiyası birmənalı şəkildə yox deyib. İsrailin baş nazirinin planına Ağ Ev sahibi razılıq versəydi, bu ərazilər sistemli şəkildə Yahudilər tərəfindən alınaraq özəlləşdiriləcəkdi. Amma Trump həm əldə etdiyi yeni sülhü, həm də yaratdığı Sülh Şurasının taleyini düşünərək Yaxın Şərqdəki ən yaxın tərəfdaşına bu məsələdə olmaz deyib. Bu, Birləşmiş Ştatların bu sahədə olan məsələyə yer etdiyi siyasətə uyğun deyil. Hələ də Birləşmiş Ştatlar Fələstinlə bağlı məsələdə iki dövlət siyasətini dəstəkləyir hələlik. İkinci məsələ, Trump'ın burada daha geniş vizyon məsələsi var. Bu nədir? Trump'ın ərəb dünyası ilə münasibətləri sərinləşməsini istəmir. Çünki Yordan çayının qərb sahilləri hələ də ilhaq sayılır ərəb ölkələr tərəfindən və onun ilhaq olunması və yaxud da ki, satın alınması məsələsi Birləşmiş Ştatlarla ərəb ölkələri arasında çox ciddi çat yarada bilər. Özellikle Gazze'nin sahil kıyıları, belli bir kentin, o sarı çizginin olduğu bölgelerin Trump Netanyahu'ya vermiyor. Orada bir askeri unsur veya bir çatışma ortamı da istemiyor. Bunun sebeplerinden bir tanesi Amerika Birleşik Devletleri Başkanı Trump, Amerika'nın imajını düşürüyor. Çünkü zor bir barış kurulu kurdu. Dolayısıyla bu barış kurulunun zedelenmemesi adına Netanyahu'ya böyle bir seçenek vermiyor. Bu da baskı oluşturuyor. Netanyahu bu baskıyı kırmak için argüman olarak aşırı sağ koalisyon ortaklarını masaya sürüyor. The Guardian'ın məlumatına görə İsrail Yordan çayının qərb sahillərində Yahudilərin birbaşa torpaq almasına icazə vermək, eləcə də Fələstin Muxtariyyəti tərəfindən idarə olunan ərazilər üzərində də İsrail nəzarətinin gücləndirmək niyyətindədir. İndiyə qədər məskunların mənzil tikintisi üçün icazələr Fələstin bələdiyyəsi və İsrail hakimiyyəti tərəfindən təsdiqlənməli idi. Bu həm də o deməkdir ki, Fələstin Muxtariyyətinin nəzarəti altında olan ərazilərdə yerləşən Yahudilər o ərazilərdə olan müəyyən dini yerləri də idarə edəcək. Bu isə Vaşinqtonun iki dövlət ideyasını, ən əsası isə Fələstin dövləti ideyasını bastırmaq deməkdir. Tel Avivin məqsədi qərar qəbul etmək səlahiyyətini öz əlində cəmləşdirmək idi, ancaq Trump bunu dəstəkləmədi. Trump'ın Yaxın Şərq, İran və digər bu körfəzlə bağlı planları var və planlar içərisində hələlik qismən də olsa dondurulmuş İsrail, Fələstin, Həmas və digər məsələlər və bu məsələlərin içərisində yeni qaynar ocağın yaranması Birləşmiş Ştatların xarici siyasətinə prioriti deyil. Ona görə də Trump Netanyahu'ya bundan vaz keçməsini tələb etməsi bu anlama gəlir ki, hələlik İsrail bu təkidini etsə də buna nail ola bilməyəcək. Amerika Birleşik Devletleri ile İsrail'in Gazze şeridine hakim olma istemelerinin en büyük sebebi tespit edilen doğal gaz yataklarıyla Doğu Akdeniz bölgesine hakim olmak istemeleridir. Bununla beraber münhasır alan planlamalarında Doğu Akdeniz bölgesinde Filistin'in hak sahibi olmasın düşüncesiyle burada Amerika ile İsrail birlikte hakim olmak istemektedirler. Aynı zamanda Süveyş kanalına hakim olmak planlarıyla beraber planlanan ikinci bir kanal projesinde Ben Gurion kanalı projesiyle bu bölgeye tamamen hakim olmak istemeleridir. Vaşinqtonda hesab edirlər ki, Netanyahu bu planla Yordan çayının qərb sahilini də ilhaq edəcək. Bu isə ərəb ölkələrində narazılıqla qarşılanacaq. Ağ Ev sözçüsünə istinad edən Axios yazır ki, sabit qərb sahili Trump administrasiyasına görə İsrailin təhlükəsizliyini təmin edir. Bu həm də Trump administrasiyasının regionda sülhə nail olmaq məqsədinə uyğundur. Bugünlük bu qədər, qismət olsa sabah yenidən görüşərik.